Ibis Oteldə mənəvi birlik işığında multikultural dəyərlər və ilahiyyatçı yazar Ağa Hacıbəylinin Həqiqətin izində kitabının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər. Çıxışlarda multikultural dəyərlərin təbliği, mənəvi birliyin əhəmiyyəti və Ağa Hacıbəylinin yaradıcılığına toxunulub. Eyni zamanda Həqiqətin izində kitabında yer alan dini, mənəvi məsələlər ətrafında müzakirələr aparılıb. Fikir mübadiləsi eləmişdik kifayət qədər. Çox böyük də rezonans doğurmuşdu. Aydın məsələdir. Bir həqiqətimiz var ki, Tanrı bizi bu yer üzünə əta edir və torpaqda, mayamızda isə sudan içmir. Bizim bu həyatda çox da zamanımız yoxdur, dar bir macalımız var və nə edə biliriksə. Görüşdüyümüzdə öz-özünə etiraf elədiyi bir həqiqət. Hikmət deyəndə Loğman yadımıza düşür. Mən də o çıxışlara qoşurulam. Ağa müəllimin, Ağa Hacıbəylinin Həqiqətin izində kitabı dövrümüzün ən gözəl kitablarından biridir hesab eləyirəm. Ona görə ki, düzgün, dini, fəlsəfi, insani kitablara bu günləri cəmiyyətimizin ən müxtəlif təbəqələrinin böyük ehtiyacı var. Ağa müəllimin kitabını vərəqləyərkən o qənaətə gəlirsən ki, əvvəla bu kitab böyük bir elmə əsasla yazılıb, çox böyük səmimiyyətlə yazılıb, yaşantılarla, duyğularla yazılmış bir kitabdır. Və mənə elə gəlir ki, yaşından asılı olmayaraq, orta məktəb şagirdləri də, digər nəsli nümayəndələri də bu kitabı oxuyarkən hərə özü üçün nəsə bir şey əks eləyəcək. Gizlətmirəm, mən özüm bir oxucu kimi, xeyli yaşamış bir adam kimi, elə bu tədbir ərəfəsində oradan bəzi hissələri oxudum və xeyli şey öyrəndim. Biraz kitabları sevən, onlarla dostluq eləyən adam kimi, amma yenə də bu kitabdan nələrsə və onu da deyim ki, böyük mətləblər öyrəndim. Ona görə də hesab eləyirəm ki, bayaq dediyim kimi, Ağa müəllimin Həqiqətin izində adlı kitabı kimi kitablar cəmiyyətimiz üçün çox faydalıdır və müəllifə bundan sonra da daha böyük yaradıcılıq uğurları və gözəl insanlarımıza lazımlı kitabların yazılmasına və onun çap olunmasında uğurlar arzulayıram. Ağa müəllimin özü haqqında isə kitabla bərabər istərdim onu da deyim ki, biz Ağa müəllimlə Azərbaycan radiosu və Azərbaycan televiziyası olaraq Ağa müəllimlə bir neçə ildir ki, yaradıcılıq temasındayıq. Onun iştirakı ilə bu olsun Ramazan aylarında və digər dini istiqamətli proqramlarda onu gözəl bir, elmli bir, əxlaqlı bir ekspert kimi onu dəvət eləyirik və bütün Azərbaycan dinləyicisi və tamaşaçısı Ağa müəllim Hacıbəylinin dediyi sözlərdən gözəl məlumatlar, nəcib söhbətlər əldə eləyirlər. Buna görə də biz tamaşaçılar və dinləyicilər adından da Ağa müəllimə, Ağa Hacıbəyliyə dərin təşəkkürümüzü bildiririk və ona uzun, sağlam ömür arzuluyuruq. Hesab eləyirəm ki, Ağa müəllim kimi ziyalıların, elm adamlarının, dərin elm adamlarının olması Azərbaycan cəmiyyətinin, Azərbaycan ölkəsinin, necə deyərlər, sərvətidir. Ona görə də Ağa müəllim kimi insanların özünü də cəmiyyətimiz, ölkəmiz gərək göz üstündə gəzdirsin və onları qorusun. Bugün mənəvi əhəmiyyəti çox böyük olan bir tədbirdə biz iştirak elədik. Bir tərəfdən çox gözəl bir kitabın təqdimatı oldu və bu Ağa Hacıbəylinin Həqiqətin izində adlı kitabı həqiqətən də İslam dininin müxtəlif məsələlərini əhatə edən bir kitabdır. Burada gündəlik həyatda qarşılaşdığımız bir çox dini məsələlərə aid Ağa Hacıbəylinin
yozumlarını, Ağa Hacıbəylinin dini şərhlərini biz görə bilirik. Və mən deyərdim ki, bu kitabı əhəmiyyətli eləyən əsas məqamlardan biri kitabın ümumi-İslam vəhdəti şəklində məsələlərə yanaşmasıdır. Bəzən elə kitablarla qarşılaşırıq ki, dini sahədə bu kitabda istər-istəməz müəyyən məzhəbçilik meylləri, müəyyən hər hansı bir dini qrupun fikirlərinin önə çıxmasını görürük. Amma Ağa Hacıbəylinin bu kitabında biz onu görmürük. Ağa Hacıbəyli bütün məsələlərə ümumi-İslam kontekstindən yanaşır, vəhdət kontekstindən yanaşır, birləşdirici bir mövqedən çıxış edir. İkinci tərəfdən bu tədbirin məncə əhəmiyyəti ondan ibarətdir ki, bu tədbirin təqdimatına, bu təqdimata gələn insanların böyük əksəriyyəti bizim şəhid ailələrimiz, bizim qazilərimizdir. Və bu da tədbirin mənəvi əhəmiyyətini bir daha artırır. Çünki biz bugün əgər belə tədbirlər keçirə biliriksə, bugün əgər biz sərbəst şəkildə bu mövzuları müzakirə edə biliriksə, bugün əgər biz alnaçıq bir şəkildə gəzə biliriksə, bunların hamısını biz şəhidlərimizə borcluyuq, qazilərimizə borcluyuq. Bizim vətən müharibəmizdə, 44 günlük vətən müharibəsində onlar Ali Baş Komandanımızın ətrafında birləşdilər və vətənimizi düşməndən, yağı düşməndən azad elədilər. Və bugün də biz bu azad vətəndə belə mənəviyyatı yüksək olan tədbirlər keçiririk. Mənim üçün bu tədbirin iki qat əhəmiyyəti də bundan ibarətdir. Elə söz var ki, insanı həqiqətən əcəl yuxusundan oyadır. Bax, bu kitabın timsalında, bu kitabın işığında mən hesab edirəm ki, burada iştirak edən və eyni zamanda kitabı bundan sonra öz kitabxanasında əsas oxu materialı kimi, oxuyacağı əsər kimi dəyərləndirən hər bir vətəndaşın ruhunu işıqlandıracaq, onun mənəvi dünyasını zənginləşdirəcək. Çünki kitabda sözün əsl mənasında həm metafizik aləmə götürür kitab insanı, həm də təcrübi aləmə götürür. Yəni, insanın mənəvi dünyasına işıq tutur. O vəhdəti əslində Ağa müəllim necə ki, öz həyatında həmişə vəhdət yaratan bir şəxsiyyət, bir obrazdır. Öz yaradıcılığında da, öz kitabında da sadəcə cəmiyyətdə deyil, ilk növbədə insanın daxili aləmində vəhdəti yaratmağı məqsəd güdür. Ona görə də ilk növbədə insanın daxili aləmini işıqlandırmağa çalışır və daha sonra da kitabın geri qalan hissəsində müəyyən hekayələrlə, ibrətamiz hekayələrlə insanın həm mənəvi dünyasına, həm də ictimai dünyasına işıq tutur. Mən hesab edirəm ki, çox müvəffəq bir əsərdir. Bugün xüsusilə Azərbaycan gənclərinin bu kitabdan sözün əsl mənasına faydalanması lazımdır. Düşünürəm ki, bu bütün Azərbaycan üçün Ağa Hacıbəylinin bir tövhəsidir və düşünürəm ki, bu Allahın da Ağa Hacıbəyliyə tövhəsidir. Ümumilikdə Azərbaycan xalqı üçün Azərbaycanda, İslam dünyasında vəhdətin formalaşması üçün, vəhdətin bəqası üçün Ağa Hacıbəyli adı çox önəmlidir və mən bir tələbəsi olaraq Ağa Hacıbəyliyə minlərlə, yüz minlərlə, milyonlarla tələbə yetişdirməyi arzu edirəm və düşünürəm ki, Azərbaycanda sayılıb seçilən, mənəviyyatı yüksək olan alimlərdəndir və ustadlardandır. Bugünkü tədbir iştirakçılarının hamısına öz salamı bildirirəm və tədbirin əsas səbəbkarı Ağa Hacıbəyliyə öz minnətdarlığımı bildirirəm ki, belə bir kitabın bu günləri, necə deyirlər, təqdimat günü keçirildi. Bugünkü tədbir çox gözəl, möhtəşəm bir tədbir alındı. Ağa müəllim mənim qohumum olsa da, sanki elə bil ki, ağanı mən yenidən kəşf elədim. İnanın ki, buradakı o dəyər verənlər, qiymət verənlərin sözlərindən sonra mən ağanı yenidən kəşf elədim və bir ağa ilə bağlı bizə şey deyirəm. Yəni uşaqlıqdan tanıyıram onu. Bir də müharibənin möhkəm gedən vaxtı o bizdə qalmışdı. Onların evi bizdən biraz yuxarıda idi. Dedim bu günləri evə getmə. Getmədi. Həmin günü onların evinə mərmi düşdü. Elə bir ki Allah Taala onu qorudu. Allah Taala onu bugün üçün qorudu. Yəni xalqımızı bax bu həqiqətin izinə dəvət eləmək üçün gözəl bir kitablar yaradı. Vəhdət yaratmaq üçün qorudu. Çox gözəl də bir tədbir keçdi. Möhtəşəm bir tədbir keçdi. Təəssüflər ki, indi kitab oxuyanlarımız azdır. Elə biri də öz içimdə qarışır. Vaxt var idi, oxuyurduq, amma indi hansısa səbəblərə görə. Bir nəfər də bizdə burada iştirakçısı qəşəng söz dedi, Ağa Hacıbəyli. Elə bir ki, Ağa müəllim kitabı çox gözəl, kim yığıbsa çox qəşəng yığıb. Ən çox mənə toxunan nədir? Sonsuzluq. Həqiqətən də həqiqətin sonsuzluqdur.
mən nətər deyim, bəyənmişəm bu kitabı. İndi inşallah oxuyaram. Ağa müəllimə də, Hacıbəyliyə də uğurlar, ən böyük nətər deyim, müvəffəqiyyətlər. Uğurlar çox böyük olsun. Biz də gələk onun uğurlarında iştirak edib təriflər deyək də. Ağa mənim həqiqətən çox dəyərli, savadlı insandır. Yəni həqiqətən o insan vətənpərvər insandır. Şəhid ailələrinə, qazilərinə, böyük bir dəyər verir. Mən çox xoşdur ki, bugün belə bir gözəl insanın, elmli, savadlı insanın kitab təqdimatında iştirak edib. Böyük məmnuniyyətlə gəldim. İnanıram ki, burada Hacı müəllim çox dəyərli elə kitabın üzündə bir dəyərli öz elmi işarələrini orada göstərib. Yəni kitab da gözəl olar inşallah. Oxuyarıq, tanış olacaq Allah'ın izniyle. Həqiqətin izində kitabın təqdimatına kifayət qədər könül dostları, ziyalılarımız, qazilərimiz, şəhid ailələrimiz gəlmişdi. Gənc oxuyanlarımızdan gəlmişlər. Gerçəkdən hava çox fərqli bir mühit içərisində idi. Hər kəsin üzündə bir sevinç vardı. Mən tədbirin əvvəldən sonuna qədər bir məna içərisində axıb getdiyini gördüm. Ona görə ki, natiqlərimizin, danışanlarımızın səmimiyyəti danışırdı. Həqiqətin dili danışırdı. Hər kəs o könül dili ilə ifadə eləyirdi. Əsasən şəhid ailələrimizin söhbətləri, qazilərimizin dilə gətirdiyi ifadələr, ziyalılarımızın üzərində durduğu gerçəkliklər, natiqlərimizin sözləri və ifadələri insanda fərqli bir düşüncə əmələ gətirir. Hər halda tədbir çox yüksək səviyyədə keçdi. İnanıram ki, gələnlərin də çox xoşuna gəldi və hər birinə təşəkkür edirəm.